birisi danışır deyirsə, sən də orada bir payın olsun da onu apar ikisinə ver, dinləsin, kiməsə yönləndir. Edir müsəlmanların içərisində bunu edənlər, ancaq az adam edir, çox eləmir. Özünü qorumaqdan ötürü. Biri kimdənsə ehtiyat edir, biri nə bilim, qohumundan, biri tanışından, biri ticarətindən, biri öz qrupundan. Qrupunda cürəbədər adamlar var axı. Bir 100 insanla oturur, 30'u bir əqidədədir, 30'u bir əqidədədir. Onlardan özünü qorumaqdan ötürü nə edir? Paylaşmır. İndi biz bunu tutaq ki, bilmirik, görürük də. Ətrafda nə baş verir, kim nə iş görür? Gördüyümüz qədər görürük ki, kim nə yaşayır, nə yiyir. Qatqın olmalıdır da sən də tutaq ki, özün etmirsən, heç olmasa edənə bacardığın kömək etdi. Onu etməyə görə insan öldürmürlər. Həbib Nəccar kimsəni yıxıb yerə başını kəsməyəcəklər. O gəldi, dedi ki, Rəsullara icabət edin, kəsdilər onu. İndi sən də tutub paylaşsan desən ki, Abuyunuz Vadavi deyir ki, bu budur, nəsədə bir şey, bir dərs yıxıb sən heç kim kəsməyəcək ona görə. Ancaq insanlar o zərrə belə ona pis baxsın belə, tanışı, iş yoldaşı, müdürü, qonşusu, ondan belə çəkinir. Etmir. Gedir, elə bir şey paylaşır ki, belə də ümumi. Nə bilim, Səudiyyədə bir dənə şeyx danışır, onda rus dilinə tərcümə edir, belə bilmir ki, o düz deyir, səhv deyir. Bilmir o şeyxin mənhəci nədir. Paylaşır, belə demək istəyir ki, biz şeyxlərə qulaq asırıq. Ya da elə bir adamdır ki, o ümumidir, ona qıradan o öz əqidəsində olmayan 90'ışı da baxanda problem yaşamırdı ondan. Ancaq ölkənin içərisində açıq deyən, ünvanı ilə deyən paylaşanda problem olacaq. Deyəcəklər ki, hardansa bir xeyri gəlir, maddiyyat falan, deyəcəklər, sən də bunu paylaşırsan, sən də buna qulaq asırsan. Etmirlər. Az adam edir, ancaq çoxluq eləmir. Bu qissələrdə isə Allah Subhanahu wa Ta'ala bizə anladır ki, eləmək lazımdır. Cinlər eləyib, insan da edib, bir dənəsi gəlib onlara dəstək verib, öldürülüb, belə birbaşa cənnətə girib. Cənnətə girmək istəmirsən ki, nəyə mən gətirirsən ki? Nədən qorxursan ki? Sonu ölümdür də. Biraz tez, biraz gec. Onsuz öləcəksən. Burada ibrət var. Bu oxuyuruq bu qissəni. Allah bunu Yasin surəsinin içərisində gətirib belə niyə belə anladır ki bizə? Niyə nazil edir? İbrət alasan oradan. Ya bunu Allah Subhanahu wa Ta'ala deyir, cinləri sənə yönləndirdi, dinlədilər, iman etdilər, getdilər. Niyə anladır orada? Orada kitab kim üçündür? İman edənlərə xitabdır da. Orada bir ibrət var da. Orada nəysə götür. Elə belə oxuyub onu belə üstündən Ramazan ayında oxuyum, hər hərfinə savab var. Tək o deyil. Həyatı var, tətbiq elə onu. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimin hafizi olmağı heç kimə fərz etməyib. Nə Quranda, nə sünnətdə bir dənə dəlil yoxdur ki, hafiz olmaq lazımdır. Yoxdur belə bir dəlil. Bir dənə Fatihə surəsi istisna, çünki namazın rukunudur. Bunu bütün elm əhli belə deyir. Bunda icma var, ixtilaf yoxdur. Bir dənə Fatihədən başqa əzbərləmək lazımdır Qurandan. Nəsə fərz deyil. Fatihədən başqa nə əzbərləsən müstəhəbdir, fərz deyil. Ancaq Quran-ı Kərimin hər ayətini tədəbbür eləmək bacarana vacibdir. Allah Subhanahu wa Ta'ala deyir, əfələ yətədəbbərunəl Qur'anə. Quranı tədəbbür etməzlərmi? Demir ki, onu əzbərləməzlərmi? Tədəbbür etməzlərmi? Onu qınıyır Allah Subhanahu Ta'ala. Və o tədəbbür nə üçündür? Anlayıb, anladın, dərk etdin. Nə üçündür? Həyatı və tətbiq etməkdən ötürüdür. Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi ve sellem barəsində deyir ki, kənə xuliquhu əl-Qur'an. Onun əxlaqı Quran idi. Nə deməkdir? Yəni özü də həyatı, davranışı, bu Quran ayətləri ki, yoxdur. Nə oxuyursan, burada nə varsa hamısı onda var idi. Elə bir ki, bu kitabın samit deyirlər, susan kitab. Peyğəmbər sallallahu aleyhi ve sellemə deyirlər, kitabun nətik, danışan kitab. Bu nəticə o da oydu. Sadəcə o insandır, bu yazıdır. Allah bunu istəyir insandan. İndi yer üzərində o qədər kitab əzbərləyən var. İndi Ramazan ayında hər yerdə oxuyurlar. Ancaq o oxuduqlarını bağla, əzbərlədiklərini bağla. Yaşayışlarına bax, görəcəksən ki, həyatları küfrlə, şirklə doludur. Zülmlə, bidətlə doludur. Yaşamaq üçündür bu. Anlayıb, bu iki qissədir. Allah bunu burada xatırladır ki, bizə bunu kitabında bu iki surənin içərisinə Yasin və Əhqaf surəsinə daxil edir ki, buradan ibrət alasan. Belə olasan, belə yaşayasan. Belə yaşayasan ki, qurtulasan. Bu ölkədə İslam dəvəti, tövhid dəvəti var. Deməli, burada müsəlmanlar üçün həyat var. Bu dəvət olmayanda həyat da olmayacaq. İndi sən fikirləş ki, bir şey, sənin həyatın bir din həyatı, yaşayış həyatın ola bilər. Burada milyonla insan yaşayır.
İşləyirlər, evlənirlər, xoşbəxt öz aləmlərində yaşayırlar. Söhbət müsəlmandan gedir, iman edəndən gedir. Sən iman etmirsən, sən bunlardan deyilsən, sən bunlardan fərqli adamsan. Sən qeybə iman etmirsən, cənnətə getmək istəyirsən, yaşayırsan bu ölkədə. Sən də burada nəysə bir işin, gücün, ailən, uşağın, dostun, tanışın var. Ancaq burada sən bil ki, İslamın imanınla yaşamağının səbəbi burada dəvətin, İslam tövhid dəvətinin olmasıdır. İndi sənin o bəs yaxşı, o həyatına səbəb olan tövhid dəvətinə münasibətin necədir? Neynirsən, nə iş görürsən? Onu fikirləş. Sonra bax, özün-özünə bir hökm ver, görsən, harasındasan? Bu işin harasındasan? Əvvəlindəsən, ortasındasan, axırındasan. Elə adamlar var ki, heç bir yerində deyirlər. Ancaq danışdırsan, hamıdan çox danışır. Bu doğru deyil, bunun fərqində olmaq lazımdır. Bu ölkədə İslam dəvəti varsa, deməli biz burada yaşayırıq, yaşaya bilirik. Dilimizi yaşayırıq, anladırıq. Kimlərsə iman gətirir. Yəni, bir aylar keçir, illər keçir. İslama yeni gələn insanlar olur. Bu xeyirdir. Deməli ki, Allah subhanət hala bura bir xeyir yazır. Kimlərsə iman gətirirlər də qurtulurlar. Sən də onların içərisindəsən. 15 il bundan qabaq müsəlmanları barmaqla sayırdım. Yəni müsəlman heç bir 20-30 müsəlman bir yerə yığışmırdı. Müsəlmanların belə bir heç bir yeri yox idi, yığışsınlar misal üçün. Adi bir ət alıb yeməyə bir yer yox idi də. İndi baxın necədir. Niyə belə olub? Dəvət var ki, belə olub da. 15 il bundan qabaq bir insan istəsəydi bir müsəlman qızla evlənsin, bir müsəlman qadınla evlənsin, yox idi. İndi gör gəlib hansı yerə çatıb ki, adam alır boşuyur. Dəvət var ki, bunlar iman gətiriblər də, düzdür. Yəni 15 il bundan qabaq müsəlmanların içərisində hər peşənin sahibi yox idi. İndi bir diqqətlə ondan bundan müsəlmanlardan soruşdum ki, mənə dərzi lazımdır, tapılacaq, dərzi müsəlman. Mənə maşın ustası lazımdır, tapılacaq. Mənə nə bilim, ev lazımdır, tapılacaq. Nə desən tapılacaq. Necə olub bu əmələ gəlib? Dəvət olub ki, əmələ gəlib də. Dəvət də necə olub, öz-özünə olub? Təbii ki, öz-özünə olmayıb. Öz-özünə olmur. Onun üçün bizim bu ölkədə yaşamağımızın əsas bir əsli kökü, rukunu bu dəvətdir. Dəvət varsa biz varıq, dəvət yoxsa burada bizim yaşamağımızın bir mənası yoxdur. Heç yaşaya bilmərik. Yoxdur bir ölkədə bir dəvət, qadağan edilib, Allahın dinini anlatan, hər şey yığılıb, pükülüb, bağlanıb, yox desin. Niyə edəcəksən burada? Vacib tiksinə tərk edəcəksən buranı. O da asan mı ibadətdir? Təbii ki, asan bir ibadət deyil, çətin bir ibadətdir. Allah subhanahu wa ta'ala bizim tövhid dəvətimizi bərəkətləndirsin, sağlamlaşdırsın, tövhid dəvətinə salih, səmimi müsəlmanları gətirsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ente, estağfiruka və etûbü ileyk.